Qadın ümiddir, gücdür, sevgidir, gələcəkdir. Onlar torpağı təmizləyir ki, analar uşaqlarını təhlükəsiz böyütsün, ailələr doğma yurduna qayıtsın, həyat yenidən başlasın. İnsan ən böyük kapitaldır, amma qadınlar bu kapitalın ruhudur. Onlar təkcə sənədləri idarə etməklə yox, qayğı və məsuliyyətlə işin ahəngini təşkil edirlər. Rəqəmlər dünyasında yalnız balansları yox, inamı və sabitliyi də hesablayırıq. Bütün proqnozlar göstərir ki, qadınların gücü olduğu yerdə inkişaf qaçılmazdır. Sözümüz silah deyil, sülhün və ümidin carçısıdır. Mina təmizləmə prosesinin uğurlarını rəqəmlərlə ifadə edirik. Bu uğurların arxasında qadınlarımızın da payı var. Qadın olmaq yalnız yaşatmaq deyil, həm də qorumaqdır. Əziz xanımlar, bayramınız mübarək.